10-cu sinifin, daha doğrusu 11-ci sinifin möhtəşəm suallarından sonra indi 10-cu sinifin suallarını izah eləyirik. Görək bunlara necə salıblar. Yəni 11-ci suallardan heç xoşum gəlmədi. Əslində, düzdür, izahda çox da vurğulamadım, amma yəni o nə suallardı da. O nə suallardı həqiqətən. Nəysə, 31. Yəni ki, qəşəng başlamışıq. 31. Qədim Hindistanda Maurya sülaləsinin süqut etdiyi əsrdə. Maurya sülaləsi süqut edib eradan əvvəl 180, o da edir eradan əvvəl 2-ci əsr. Görə eradan əvvəl 2-ci əsrdə Atropatinada nə olub? 3-cü Antiox 3-cü əsrdə də çıxdım. Parfiya ilə müttəfiqlik, bəli, beyni götürdüm. Ariobarzan eradan əvvəl 1-ci əsrdə də çıxdım. Qədim Roma Respublika dövründə konsullar tərəfindən idarə edilir. A-nı götürdün. Pun müharibəsində qalib gəlib, bəli, eradan əvvəl 146 beyni götürdüm. Qulların öldürülməsi qadağan idi. Bu bizim eraya aiddir. Olacaq 1-də B, 2-də də A-nan B. Oldu doğru cavabım Y variantı. Yaxşı sualdır. 32. Alban mədəniyyətinə aiddir. Həsənli Qızılcamı Mannaya aiddir. 4 aslan heykəli Hindistana aiddir. Perifto Atropatenaya aiddir. Ziviyə Mannaya aiddir. Böyük dəhnə Albaniyaya aiddir. Bu da qəşəng sualdır. Asan sualdır. 33. Afina Sparta eradan əvvəl 5-ci əsr. Ağlıma ilk Əhəməni gəlir. Baxın. Strateq Afinada da A-nı çıxdım. Hərbiləşmiş dövlət Spartada B-ni çıxdım. Makedoniya eradan əvvəl 4-cü əsrdə də çıxdım. Koloniya yaratmağa başlayıblar. Xeyr, 8-ci əsrdən. Sparta ümumiyyətlə koloniya yaratmayıb, Afina yaradıb. Amma Yunanistanda ağalıq uğruna mübarizə aparırdılar. Bəli, söhbət eradan əvvəl 431, eradan əvvəl 404-cü il Afina Sparta müharibəsindən gedir. Bu da yaxşı sualdır. Hələ ki 10-cu sinifdən sualları yaxşı gəlir. 34-cü sual keçən il OTK-sının sualıdır. Keçən il OTK birinci sual 10-cu siniflərdə birinci sualı idi məndə olan PDF-də. Söhbət burada gedir mənimsəmə təsərrüfatından Y variantı təkrar sualdır. 35. Arşakilər sülaləsinin Atropatilər sülaləsi ilə oxşar, Mehranilər sülaləsi ilə fərqli cəhətini müəyyən edin. Sasanilər dövlət tərəfindən müharibələrdə iştirak etmələri, Arşakilər də edib, Mehranilər də edib, ona görə A-nı çıxıram. Xristianlığı dövlət dini elan etmələri, Arşakilər edib, amma bu Atropatena ilə oxşar deyil, B-ni çıxdım. Bizans imperiyası ilə diplomatik əlaqə Mehranilərdə olub, Arşakilərdə olmayıb, heç Atropatilərdə də olmayıb, C-ni çıxdım. Albaniyanın idarə edilməsi ilə Arşaki ilə Mehraninin oxşarlığıdır, amma Atropatenanın ərazilərinin idarə edilməsi doğru cavabım olacaq Y. Bu sualdan razı deyiləm. Niyə razı deyiləm? Sualın şərtində biz oxuyanda və ilk 4 dənə variantda bizə elə gəlir ki, söhbət burada Alban Arşakilərindən gedir, Albaniyadakı Arşakilər sülaləsindən. Amma cavab gəlir mənə çıxır Arşakilər, sən demə Atropatenanı idarə edənlər Parfiya Arşakiləri imiş. Çünki Alban Arşakiləri ilə uyğun gəlmir. Alban Arşakiləri nə zaman Atropatenanı idarə edirlər? Belə bir şey yoxdur. Yəni bu sualdan xoşum gəlməyib. 35-ci sual. 36. Xəritədə işarələnmiş dövlətin eradan əvvəl 3-cü əsr tarixi ilə bağlıdır. Xəritədə işarələnən dövlətimiz Çindir. Çin eradan əvvəl 3-cü əsrdə nə edib? Vahid ölkə üçün qanunlar. Biri götürəcəm. Maurya sülaləsi Hindistan çıxdım. Ari tayfaları Hindistandadır. Eradan əvvəl 2-ci minillikdədir. Çıxacam. Bunlarla mübarizə 4-ü götürəcəm. Yeni sülalənin hakimiyyətə gəlməsi 5-i götürəcəm. Birincisi, ümumiyyətlə, tutaq ki, xəritəni veriblər sizə. Bilmirsiniz, xəritədə haranı göstərir, düzdürmü? Gəlirəm sualın şərtinə. Mənə eradan əvvəl 3-cü əsr deyir. Mən o zaman həmən dəqiqə 3-ü çıxıram. Çünki Arilər, əgər mən düşünürəmsə, bura Hindistan ola bilər. Arilərin gəlişi 2-ci minillikdədir, çıxdım. Qaldı məndə 1-4-5 ya da 1-2-5. Bunlarla mübarizəni biz ancaq Çində görmüşük qədim dövrdə. Hindistanda belə bir şey görməmişik. Əgər məni çaşdırmaq istəyirsə. Ona görə doğru cavabım qalacaq nə? 1, 4 və 5. Olacaq doğru cavabım D variantı. 1, 4, 5. Sonra gəldik 7-ci suala. Hansı döyüşə aid xüsusiyyət verilməyib? Baxaq. Leonid harda idi? Fermopildə idi, C-ni çıxdım. Spartadan başqa Xeroneyada da B-ni çıxdım. İskəndərin ordusu 3-cü Daranın muzlu döyüşçünə Aradeniz Misrə bu is olacaq 333-də. Çünki 332-də sonra gəlib Misri tutacaqlar. Roma sərkərdəsi Kras da ölüb Karra döyüşündə. Baxıram ki, Frasbiyə aid məlumat yoxdur. Y-ni götürdüm. 38. Albanların Sasanilərlə müttəfiq olmadığı döyüşlər. Vizravda müttəfiqdilər, Kadisiyədə müttəfiqdilər. Bunları çıxdım.
Kür sahilini götürdüm, 662 Xəzərlərlə döyüşüblər. Qanıfı götürdüm, yerdən əvvəl 65 Roma ilə döyüşüblər. 1 ilə 4 oldu. Doğru cavab Y variantı. 39-da hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. 387-ci ildə Roma-Sasani müqaviləsi, Amitdə yox, Diziravda biri çıxdım. Sasani şahı 1-ci Şapurun qələbələri 2-ci Vaçedə idi bu. 1-ci Vaçedə 2-də çıxdım. 629 3 düzdür. Mehranlərin son qoyulu düzdür. Olacaq 3 ilə 4. Görürsüz, çıxdaşla getdim. Hələ ki 10-cu sinifin sualları qəşəng gəlir. Mən onların suallarını daha çox bəyəndim, nəinki 11-lərin sualları. Gəldim 40-a. Qədim Albaniya dövlətinin eradan əvvəl 3-cü əsr tarixinə aiddir. Əsas istehsalçı bizdə azad insanlar olub, qullar olmayıb, hanı çıxıram. Selevki söhbəti Albaniyada yoxdur, Atropatenada var, beyni çıxıram. Roma sərkərdəsi Pompey eradan əvvəl 1-ci əsrdədir, seyni çıxdım. Hökümdarlar öz pullarını kəsdiriblər, bəli, qeyni götürdüm. Quldarlığın digər dövlətlər kimi geniş yayılması yoxdur. Doğru cavabım oldu, deyil. 41. Daha əvvəl baş vermişdir. Roma şəhərinin əsasının qoyulması eradan əvvəl 753. Hindistanda kastaların yaranması eradan əvvəl 2-ci minillik. İlk yazılı sülh müqaviləsi eradan əvvəl 2-ci minillik. İlk imperiyanın yaranması eradan əvvəl 3-cü minillik. Akkad imperiyası. İlk olimpiya oyunlarda 776. Baxıram, ilk imperiyanın yaranması doğru cavabım oldu. 41-də D variantı. 42-də belə bir mətn var. Birdən vuruşan padşahlıq deyir, 2-də də Misirdə nom deyir. Ümumi nəticəsi nədir? Heç nə, vuruşan padşahlıqlar da mübarizə aparırlar. Axırda Sin qalib gəlib vahid dövlət yaradacaq. Nomlar da mübarizə aparacaqlar. Axırda yuxarı Misir qalib gələcək, vahid dövlət yaradacaq. Doğru cavabım olacaq ölkənin vahid dövlətdə birləşdirilməsi. Növbəti 43. Uyğunluğu müəyyən edin. Alt paleolitdə Neandertal insan deyil, bacarıqlı insandı, anı çıxdım. Orta paleolit ana xaqanlıq, üst paleolitdə də çıxdım. Neolit qəbilə, tayfa, erkən tuncdadır, tayfa, ona görə seyni çıxdım. Mezolit, insanlar hələ də mənimsəmə təsərrüfatı ilə, bəli, məşğul olurlar. Düzdür, istehsal təsərrüfatı yaranmağa başlayır, amma hələ də mənimsəmə ilə məşğuldurlar. Ölü yandırma, kollektiv dəfn adətləri də yenə erkən tuncdadır, yeni də çıxdım. 43. Eyni əsrdə baş vermişdir. Qədim Hun dövləti parçalanacaq, eradan əvvəl 1-ci əsr, Qıraq qardaşlarının islahatı 2-ci əsrdədir. Qədim Çində qırmızı qaşlar üsyanı bizim eranın 1-ci əsri, Misir Romanın əyalətinə eradan əvvəl 1-ci əsrdə çevriləcək. Romanın Yunanistanı işğal etməsi eradan əvvəl 2-ci əsr, Parfiyan Atropatenanı işğal etməsi bizim eranın 1-ci əsri. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücumu eradan əvvəl 1-ci əsr, Alanların Albaniya gücləri bizim eranın 1-ci əsri. Romada Spartak üsyanı və Zober söhbəti də hər ikisi eradan əvvəl 1-ci əsrdir. Doğru cavabım olacaq Y variantı. 45. Azərbaycan ərazisində mövcud olmuş tayfa ittifaqları və dövlət qurumları ilə bağlı yanlış cavabı müəyyən edək. A düzdür. B. Bu şey o qədər demişik ki, yerli məmurlara həva olma kutilərin mövqeyini gücləndirmir də, əksinə zəiflədir. C doğrudur, D doğrudur, Y doğrudur. Yəni B. Görürsünüz, mən məsələn, bu 10-cu sinifin suallarına baxmağımız yaxşı oldu. Hamı deyirdi ki, 10-cu sinif yeniliklərdən keçsin, yeniliklərdən oxusun. Məsələn, mən şəxsən öz 10-cularıma yeniliklərdən istifadə etmirəm. Ona görə görürsünüz, imtahanda da yeniliklərdən istifadə eləməyiblər. Hökümdarlar fəaliyyətləri. Hetləri məğlub edərək onlarla sülh bağladı. Ramzes. A getdi, B getdi, Y getdi. Mesopotamiyanın dünya tarixinin ilk imperiyasını yaratdı Sargon. 33 kitabədə Aşokadır. Seyni götürdüm. Asan sualdır, qəşəng sual. 47. Göstərilən hadisələrdən hansı birinə aid nəticə göstərilməyib? İxrac qadağan edildi, solunda beyni çıxdım. İstənilən vəzifəni tutmaq hüququ Perikıldadır, çıxdım. Ölkə vilayətlərə bölündü, Sin-Şüfandi çıxdım. Quldarların torpaqlarının ölçüsünə məhdudiyyət qoydu, Qıraq qardaşları çıxdım. Drakon qanunlarına yoxdur. Çünki ən kiçik səhvə görə ölüm cəzası verirdi. Aristokratların həyatını, əmlakını qoruyurdu. Elə bir şey görmürəm. Qədim Misir və Makedoniya dövlətinə aid oxşar cəhət deyil. A. Oxşardı. Əhəməni ilə müharibə oxşardı. Roma tərəfindən işğal oxşardı. Yunan şəhər dövlətləri ilə mübarizə. Misir belə bir şey eləməyib. Ümumiyyətlə, Yunan şəhər dövlətləri öz daxillərindən kənara çıxmayıblar.
Həmənilər onların üzərinə yürüş edib. Makedoniya da onların üzərinə yürüş edib. Roma da onların üzərinə yürüş edib. Yəni onlar çıxıb gedib harayınsa müharibə aparmayıblar. Parçalanma da doğrudur. Qərbi Roma imperiyasına aid deyil. Amid döyüşü. Bəli. Son sualdır. Qəşəng sualdır. Çox qəşəng sualdır. Qərbi Roma çünki yaranıb 395-də, amma Amid döyüşü 359-da. Asandır. Anı görən kimi götürürəm. Bəlli. Xəritədə rəqəmlə işarələnmiş hansı əraziyə aid yaşayış məntəqəsi verilməyib. 5 Naxçıvandır. Naxçıvana aid nə veriblər bizə? Naxçıvana aid Kültəpə. 5-ə çıxdım. Qobustan 2-dədir. 2-ni də çıxdım. 5-lə 2-nə çıxdım. Baba Dərviş Qazaxdadır. 3-ü çıxdım. Sərkərtəbə Xaçmazdadır. 4-ü çıxdım. Bir haradır? Bir heç özləri də bilməyiblər haradır. Xocavəndlə Ağcabədi bir də Füzulinin düz ortası. Bir ayrı məlumat yoxdur. 51. Uyğunluğu müəyyən edin. Bu qəşəng sualdır. Bu qəşəng sual belə olar. Yoxsa 11-ci siniflər olsa o nə suallardı salıblar. Yeni Alban əlifbası Assuagendədir. 1-də 4 olacaq. Daha doğrusu Assuagenda 1 olacaq. Buna görə 4-ü çıxdım, 2-ni çıxdım, 2-ni çıxdım. Sonra nə deyir? Sasanilərə qarşı azadlıq hərəkatı ikinci Vaçe. İkinci Vaçedə də 2 olacaq. Baxıram ki, 2 bir burada var, bir də burada var. Y-də var da, düzdür? Mən Assuagenə görə bunu çıxmışamsa, deməli doğru cavabım qalır 5. Yəni test belə bu formada işlənməlidir. Qəşəng sualdır. Sonra 52. Ulusunu xarici siyasət Ahşerinin dövründə. Ulusunu bir müddət Urartu ilə dostluq əlaqəsi saxlayıb, hə, anı götürdüm. Mərkəzləşmə siyasəti dövlətin daxilinə aiddir, xaricinə aid deyil. Düstur ilə münasibətlərin bərpası, bu da aiddir xariciyə. Birə A-nan C-ni götürdüm. Birə A-nan C isə 2 dənə variantım qaldı. Ahşerinin dövründə Assuriya ilə ittifaq güclənməyib. Bir də A olanı çıxdım. Yenə eyni şey var. Görürsünüz D variantı. Deyirəm, sualla oynamaq lazımdır. Və görürsünüz, oynayırsınız, cavab nə gəldi? D çıxdı. Sonra 53 xronoloji ardıcıllıq Albaniya dövləti 3-cü Vaçaqana hakimiyyətə gəlir 487, Bərdə 444, Arşakilərin hakimiyyətə son qoyulması 510, Urnayırdakı 313-dən 371-ə. Nə götürəcəm mən? 4, 2, 1, 3. Heç illəri bilməsəm də Alban hökmdarlarının ardıcıllığı ilə yadda saxlaya bilərəm. 54. Roma imperiyası ilə mübarizə aparmayan dövlətlər. Sasani aparıb, Albaniya aparıb, hər ikisi zaten Amid Dizravda aparıblar. Parfiya Roma imperiyası ilə aparıb, Mark Trayanın dövründə. Frank və Atropatena. 4-lə 5. Frank zaten Roma imperiyasını görməyib. Atropatenadakı Roma imperiyası ilə dostluq əlaqəsi saxlayırdı. Parfiya gəldi, süqut aldı. 55. Eradan əvvəl 3 və 2-ci əsrlərdə aid hadisələrin oxşar cəhətlərini müəyyən edək. Çini xan sülaləsi idarə edib, bəli, biri götürdü. Atropatena Selevkilərdən asılıdır, hə, çünki 223-190 düşüb o aralıq. Alanlar bizim erada çıxdım. Vuruşan padşahlıqlar eradan əvvəl 4-3-dədir, 2-də yoxdur, çıxdım. Pun müharibəsi də 3-2 eradan əvvəl 264-146 götürdüm. 1, 2, 5. Burada yazaq 1, 2, 5. Gəldik 56. Midiya dövləti aiddir. Hökmdar Kaştariti İskit ordusu ilə döyüşdə məğlub olaraq öldürüldü. Biri götürdüm. Hökmdar Kiaksar Midiyanı Assur əsarətindən azad etdi. Xeyr. Bunu da eləyən Kaştaritidir. Kiaksar İskit əsarətindən azad edib. 2-ni çıxdı. Hökmdar Astiaq Midiyada İskit ağalığına son qoydu. Xeyr, Kiaksar eləyib. Kiaksarın dövründə imperiya, bəli, 1-dən 4-ü götürdüm. 57. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Roma və qədim Çin. İşğalçı müharibələr oxşarlıqda götürdüm A-ya. Misirin işğalı gedəcək Romaya. Heroqlif yazı sisteminin mövcud olması Çindədir. Ölkə ərazisində üsyanların baş verməsi oxşarlıqdır. 12 lüfə qanunlarda Romadadır, səsim batdı. 1-də B-yi, 2-də C, 3-də də A-nan D. Gəldi situasiya. Situasiya da keçənin situasiyasıdır. 58. Mənbədə bəhs olunan hansı kitabədə qeyd edilib? Nəqş Rüstəm. Keçən ildən biraz dəyişiblər. Nəqşi Rüstəm. Məmmədə Sasani Alban hökmdarı. Burada birinci Şapurdur.
Burada da birinci Vaçedir. Mənbədə mətndə hadisənin hansı əsrdən bəhs olunduğunu, əsrimiz bizim İran 3-cü əsridir, sülaləmizdə Arşakilər. Bu qədər. 10-cu siniflərin suallarından çox xoşum gəldi. Qəşəng suallardır. Ümid edirəm yoxladınız. Test işləməndə gördünüz əsas proseslər necə olur. Heç nə. Bu qədər. Sağ olun.